Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüz Alman faşizm üzerinde qələbənin 80 illiyinin qeyd olunduğu günlərə təsadüf edir. Bəşəriyyətin faşizm taunundan xilas edilməsində Qızılgüllər diyarı Zaqatalamızın qəhrəman oğul və qızları çox böyük fədakarlıqlar göstərmişlər. Belə ki, müharibənin başlandığı ilk gündən ta son günə qədər Qızılgüllər diyarından 6924 nəfər cəbhəyə yola düşmüşdür və onlardan 2423 nəfəri çox böyük qəhrəmanlıqla qələbə əldə etdikdən sonra elinə, obasına qayıtmışdır. 4501 nəfər isə vətən uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sizə təqdim edəcəyimiz məlumatları biz müxtəlif mənbələrdən, eləcə də o zaman rayonumuzda çıxan, çap olunan Bolşevik Kolxozu uğrunda qəzetinin müxtəlif səhifələrindən əldə etmişik ki, və biz Axundov adına Respublika Dövlət Kitabxanasında tədqiqatlar apararkən bu məlumatları qeyd eləmişik və indi də onların bəziləri ilə sizi tanış edəcəyik. Bolşevik Kolxozu uğrunda qəzetinin 23 iyun 1941-ci il sayında göstərilir ki, müharibə başlayan günü rayon mərkəzində 5000 nəfərin iştirak etdiyi izyanlı miting olmuşdur. Mitingi rayon hökuməti adından Əmirov açır. Mitingdə rayon partiya komitəsinin katibi Əhmədov Yoldaş, rayon komsomol komitəsinin katibi Məmmədov Süleyman, fındıq zavodunun işçisi Zeynalova və başqaları çıxış edirlər. Müharibə illərində rayonumuzda Nalçik şəhərinin qırıcı batalyonunun bir hissəsi yerləşdirilmişdir. Belə ki, Almanlar müharibənin ilk günlərində bir çox uğurlar əldə etmiş və Alman toplarının səsi, sədası Zaqatalanı əhatə edən dağların o biri tərəfindən gəlirdi. Və bununla əlaqədar olaraq Almanların qarşısını kəsmək, onların Zaqatalaya girməsinin qarşısını almaq üçün rayonumuzda Muxax kəndində Qızıl Ordunun hissələri yerləşdirilmiş və onlar Dindi aşırımından, demək, Almanların qarşısını kəsmişlər. Və Nalçik şəhərinin qırıcı batalyonu da məhz bu zərurətlə əlaqədar Zaqatalada yerləşdirilmişdir. Sonralar əməkdar müəllim adını almış rayonumuzun sakini müəllimə Mahdəban Yüzbaşova həmən qırıcı batalyonunda xidmət etmişdir. Müharibə illərində həmçinin Kursk şəhərinin qospitalı Zaqatalaya köçürülmüş və 1 il 3 ay Zaqatalada fəaliyyət göstərmişdir. 15 aydan sonra qospital yenidən Kursk şəhərinə göndərilmişdir. Yazıcı Xalida Hasilova öz xatirələrində bununla əlaqədar maraqlı məlumatlar vermişdir. Eləcə də rayonumuzun məşhur idmançısı Şaziyə Mustafayeva da bir müddət həmin qospitalda çalışmışdır. Şaziyə xanım sonralar təyyarəçilik kursunu bitirmiş və müharibə illərində Yevlax aeroportunda baş radio operator işləmişdir. Əməkdar müəllim Bilqeyis Qasımova düşmənlə ön cəbhədə vuruşmuş və projektor bölməsinin komandiri kimi çox böyük qəhrəmanlıqlar göstərmişdir. Zaqatalanın qəhrəman qadınları 1941-ci ilin 23 avqustunda Sovet Azərbaycanının bütün qadınlarına məşhur müraciətini etmişlər və bu müraciətdə onlar Respublikamızın, ölkəmizin bütün qadınlarını cəbhəyə kömək etməyə səsləyir və nəyimiz varsa müdafiə fonduna kömək göstərməsini, müdafiə fonduna göndərməsini xahiş etmişdir. Həmçinin söz adamlarımız, söz ustalarımız, şairlərimiz də qələbənin tezliklə əldə ediləcəyinə, qələbəyə böyük inam bəslədiklərini əks etdirmişlər. Şair Barxalovun Bolşevik Kolxozu uğrunda qəzetinin 15 iyul 1941-ci il sayında Düşmənə adlı bir şeiri çap edilmişdir. Həmən şeirdən bir hissəni səsləndiririk. Özünə güvənib, ey qarı düşmən, qanlı əllərinlə toxunma bizə, qaça bilməzsiniz haqqın gözündən, insanlar nifrətlər yağdırır sizə. Qəzetdəki maraqlı məlumatlardan biri də Mazıq kənd məktəbinin müəllimi Hacıyevin məqaləsidir. Hacıyev cəbhəyə çağırışı alan günü anası
ona aşağıdaki xeyir duanı nəsihəti vermiştir. Oğlum, faşist qan içənlərindən intiqam almaq sənin borcundur. Cəbhədə elə vuruşmalısan ki, eşidənlər afərin desinlər. Əgər qorxaqlıq göstərsən, südüm sənə haram olsun. Anamın bu sözlərini mən heç vaxt unutmayacağım. Bu haqda Zaqatala qəzetinin müharibə illərindəki saylarında çoxlu belə bu mövzuda yazılar çap olmuşdur. 1941-45-ci illər müharibəsi ilə əlaqədar biz əvvəlki aylarda, əvvəlki illərdə sizə çoxlu məlumatlar vermişik və bu məlumatları bir daha təkrar edirik. Zaqatala qadınları müharibə illərində adlı bir videonu biz bu il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində sizə təqdim etmişik. Həmçinin rayonumuzun ilk təyyarəçi xanımı, həm də ki idman ustası olan, məşhur idmançısı olan Şaziyə müəllimə haqqında da bir videonu sizə təqdim etmişik. Eləcə də hərb tariximizdən başlığı ilə Azərbaycanın ilk general polkovniki Tofiq Ağa Hüseynov haqqında sizə bir video təqdim etmişik. Qızılgüllər diyarı Zaqatalamızdan müharibə illərində yeganə bir Sovet İttifaqı qəhrəmanı çıxmışdır, Səlahiddin Kazımov. Biz general-mayor Səlahiddin Kazımov haqqında da sizə bir video təqdim etmişik. Onu da qeyd edim ki, Səlahiddin Kazımov müharibədən qayıtdıqdan sonra Daxili İşlər orqanlarına uzun müddət fəaliyyət göstərmiş və Daxili İşlər Nazirinin birinci müavini olmuş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Eləcə də müharibə illərində çox böyük qəhrəmanlıqlar göstərən Hollandiyanın milli qəhrəmanı əslən Zaqatalamızın Muğanlı kəndindən olan Məmməd Məmmədov Medo haqqında da sizə bir video təqdim etmişik. Bundan başqa biz Zaqatala ilə əlaqədar yazdığımız kitablarda da Zaqatalalıların 2-ci Dünya Savaşında iştiraki qəhrəmanlıqları haqqında ətraflı məlumat vermişik. Sizə göstərdiyimiz bu kitab Zaqatala adlanır. 1997-ci ildə çap olmuşdur və bu kitabın bütöv bir fəsli, yəni bu kitabda Zaqatala haqqında ensiklopedik məlumat verilir ki, bu kitabın bütöv bir fəsli demək Zaqatalalıların 2-ci Dünya Savaşında Alman faşizminin məhv edilməsindəki göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açılır. Zaqatala qadınlarından bəhs etdiyimiz Qadınlar adlı bu kitabımızda da biz İkinci Dünya Savaşında qəhrəmanlıq göstərən Zaqatalalılar haqqında, Zaqatalalı xanımlar haqqında sizə məlumat vermişik. Yüzbaşova Mahtaban xanım, hansı ki Naçik Qırıcı batalyonunda işləmişdir. Eləcə də Bilqeyis Qasımova ön cəbhədə demək projektor alayının komandiri olmuşdur. Eləcə də rayonumuzun ilk təyyarəçi xanımı Şaziyə Mustafayeva demək Yevlax aeroportunun baş operatoru olmuşdur. Bundan başqa biz həmçinin biz onlarla fəxr edirik adlı bu 15-ci kitabımızda da 2-ci Cahan Savaşında Qızılgüllər diyarı Zaqatalamızın qəhrəman oğul və qızlarının göstərdiyi fədakarlıqdan geniş söhbət açmışıq. Belə ki, kitabımızda demək Azərbaycanın ilk general polkovniki Tofiq Ağa Hüseynov haqqında ətraflı məlumat vermişik. Onu da deyim ki, Tofiq Ağa Hüseynov Azərbaycanın dilbər köşələrindən biri olan Şəkidə anadan olmuşdur. Həmçinin Hollandiyanın milli qəhrəmanı, rayonumuzun Muğanlı kəndindən olan Medo haqqında da biz kitabımızda belə geniş söhbət açmışıq. Bundan başqa Sovet İttifaqı qəhrəmanı Səlahiddin Kazımov haqqında da kitabımızda, onun qəhrəmanlığı haqqında da ətraflı məlumat verilmişdir. Həmçinin kitabımızda Zaqatala qadınlarının göstərdiyi qəhrəmanlıqlar, nəzir təşəbbüsləri haqqında bu məqaləmizdə ətraflı söhbət açmışıq. Əziz izləyicilərim, biz 2-ci Cahan Savaşında Zaqatalalıların iştirakı, onların qəhrəmanlıqları haqqında sizə imkan daxilində məlumat verdik. Məlumat üçün bildirim ki, bununla əlaqədar bizim əlimizdə çoxlu materiallar vardır və biz bu materiallarla sizi il boyu, yəni qələbəmizin 80 illiyi qeyd olunan bu ildə il boyu tanış edəcəyik. Yəqin ki, gələcəkdə biz bununla əlaqədar
Zaqatalalıların 2. Dünya Savaşında iştirakı ve qəhrəmanlığı ilə əlaqədar bir kitab da hazırlayıb sizə təqdim edəcək. Biz sizinlə qeyd etdiyimiz kimi 2. Cahan Savaşında Alman faşizmi üzərində qələbənin 80 illiyinin qeyd olunduğu günlərdə görüşürük. Qəhrəman Zaqatalalılar, eləcə də bu qələbənin əldə edilməsində qəhrəmanlıq göstərən, fədakarlıq həm ön cəbhədə, həm arxa cəbhədə fədakarlıq göstərən və bugün haqq dünyasında olan insanların hər birinə öz təşəkkürlərimizi bildiririk və onların əziz xatirəsi önündə ehtiramla baş əyirik. Onlara Ulu Tanrıdan qəni-qəni rəhmətlər diləyirik. Arz edirik ki, dünya, təkcə xalqımız yox, bütün dünya bir də belə müharibə fəlakəti ilə üzləşməsin. Diqqətinizə görə çox sağ olun.